Allah Subhanahu taala buyurur ki: "Men qatala nefsen bighayri nefsin aw fasadin fil ardı fekannama qatalan nase cemi'a." Maide suresi 32. ayə. Yəni kim bir nəfsi və ya yer üzündə bir fəsad eləsə, yəni adam öldürsə, elə bir ki, bütün insanları öldürmüş kimdir. Yəni təsəvvür elə, günahsız insanı öldürmək, elə bir ki, bütün insanları öldürməkdir. Və təsəvvür elə, insan öldürmək necə böyük günahdır, haqsız yerə. Və təsəvvür elə, birinə görə bütün insanlar ölmüş kimidir. Və təsəvvür elə, insan çox öldürəndə necə olur? Başqa ayda Allah Subhanahu taala buyurur: وَمَا كَانَ لِمُؤْمِنٍ أَنْ يَقْتُلَ مُؤْمِنًا إِلَّا خَطَأً. Nisa suresi 92. ayə. Həmçinin 93, həmçinin Furqan 68-dən 70-əcən. Bunlar hamısı insanı öldürməyə qadağan eləyir, haqsız yerə. Allah Subhanahu taala buyurur ki: وَمَا كَانَ لِمُؤْمِنٍ أَنْ يَقْتُلَ مُؤْمِنًا إِلَّا خَطَأً. Yəni mümini öldürməz. Bir dənə xəta üzərində olsa, yəni səhvən. Qəsd öldürmək deyildi, məsələn. Yəni, mümini qəsdən öldürməz. Ayə mənası budur. Həmçə hədislərdə də bu məsələ barədə çoxlu rivayətlər var. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, 7 həlak edən şeylərdən çəkinin. 7 həlak edən şeylərdən çəkinin. Onlardan biri şirki və sehri qeyd edəndən sonra dedi, insan öldürmək. Haqsız yerə. Və həmçinin başqa hədisdə həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, həmçinin insan öz-özünü öldürməz. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim özün bir şeylə öldürsə, qiyamət günü o şeylə ona əzab olunacaq. Və həmçinin bu hədisdə insan öz-özünü öldürməyə qadağan deyir. Və həmçinin başqa hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim özün dəmirlə öldürsə və ya zəhərlə və ya özün açıq hündür bir yerdən qiyamət gündə ona o cür əzab olacaq. Cəhənnəmdə də əzab olacaq ona. Və rivayətdə göstərir ki, Allah falan bağışlamayacaq. Və cəhənnəmdədir. Və bəzi rivayətlərdə gəlir ki, əbədiyyən. Və həmçinin başqa rivayətdə Peyğəmbər sallallahu aleyhi ve sellem gəlib deyirlər ki, bəs bir kişi gözəl döyüşür və o belə müsəlmandır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, o cəhənnəmli idi. Sonra yenə döyüş olur, görürlər ki, bu Peyğəmbər sallallahu aleyhi ve sellem deyən ki, cəhənnəmli idi, yenə döyüşür gözəl. Hətta bəzi sahabələr şəkil düşürlər ki, bəs Rasul sallallahu aleyhi ve sellem nə üçün deyir belə və çox axı belə mücahidi və s. Ola ki, döyüşlərin birində görürlər ki, yaralanır, ağrılara dözmür, qılıncla özünü öldürür. Fikir ver, nə əməl sahibi idi, Rasul sallallahu aleyhi ve sellemlə cihad edirdi. Hətta sahabələrin gözündə böyük mücahid idi gör ki. Lakin dözə bilmədi nəfsi ağrısına, özünü öldürdü. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, cəhənnəmli idi. Onun cihadı da fayda vermədi. Və həmçinin nəinki özünü öldürmək qardaşlar, hətta başqalarını da öldürmək günahsız, haqsız yerə böyük günahlardandır. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem, hətta kafirləri, ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim əhd bağlanan kafiri öldürsə, qiyamət günü cənnətin iyi ona gəlməyəcək. Hansı ki, cənnətin iyi 40 illik yoldan gəlir. Ona görə biz bilirik ki, kafirlər 4 növdür. Var muahəd, hansı ki, əhd bağlanan kafirlər, əhd bağlanıb olandan. Sülh bağlanıb. Heç kəs onlara toxuna bilməz. Biri var müstəmin. Müstəmin, yəni tutaq ki, dövlət və ya sən bir hansısa bir qeyri-müsəlmanı dəvət edirsə ölkəvə, ona heç kəs toxuna bilməz. Biri də var kafirlərin növlərindən zimmi. O kafir ki, hansı ki, müsəlman ölkəsində, müsəlmanlar arasında doğulub, yaşayır. Ona heç kəs toxuna bilməz.
Toxunulmaz. Həmçinin var 4-cü növ kafirlərin hərbi. Bax, bu növ kafiri öldürmək savabıdır. Amma döyüş meydanında. Döyüş meydanında öldürünə ödəşsən, əla. Amma kafirlər hamısı bir gözlə gör. Bu hamısı İslam deyil, qardaşlar. Bu əhl-i və cəman yolu deyil. Havacdan yolu, hansı ki, fərq qoymurdular heç nəyə. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyuruyor ki, kim o üç növ kafirlərdən birini öldürsə, üç növ kafirlərin üçünə də aiddir bu hədis. Qiyamət günü cənnətini gəlməyəcək. Ona görə həmçinin qardaşlar özünü öldürməkdə Allah subhanələ qəza qədərinə razılaşmamaq məsələsi var. Və həmçinin səbirsizlik. Və həmçinin başqa günahlar var. Gör nə qədər günahlar daşır o adam. Ona görə qardaşlar bu məsələdə ehtiyatlı olmaq lazımdır. Ona görə adam həmişə özünü patladanlara, özünü öldürən heç. Lakin problem nədədir? İslam adına özlərini patladırlar. Özü döyüş meydanında yox. Yəni döyüş meydanında olsa deyərsən dəryarı. Lakin cəmaatın gedən yerində. Dəlillər nədir? Kafirlər bəlil, biz dəlil edik. Hələ olmaz. Hələ qisas alma olmaz İslamda. İslamda hələ qisas yoxdur. Şəriətdə yoxdur hələ. O İslam şəriətidir arkadaşlar. Düzdür, ağılıdır. Müharibədə hər şey ola bilir. Kafirlər hər şey elə bilir. Ona görə biz deyirik ki, müharibədən qabaq fikirləş müharibəni başlayanda. Bax, belə şeylər olacaq. Sən dözməlisən. Elə ki, bir də şey oldu, dözmürsən, başlayırsan, dözməməyə o demək deyil, sən şəriyyəti aşkına özündən qisaslar çıxartkinə. Müharibə ağırdır, aydındır. Ağırlıdır. Ola bilər, insan öz ailəsini itirsin, gözünün qabağında nələr olsun. Ola bilər, lakin insan gəlir özünü saxlayar. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, o səbir ki, hansı ki, ən əsas səbir, ən qiyməti, savablı səbir, o birinci məqamda səbir etməkdir. Sonradan səbir etməyin qiyməti yoxdur. Ona görə müsəlman gəlir özünü saxlayar. Ya əgər bacarmayacaqsənsə, müharibəyə başlamayırsan. Bacarırsansa, gerək dözməlisən. Lakin bu demək deyil ki, ola belə illər sən deləyə bilərsən. Ona görə Şeyxülislam Rahiməhullah danışır bu məsələ barədə. Deyir, məsələ, əgər rafizlər söyürsə Öməri, o demək deyil, biz əlini söyməliyik. Və ya xristiyanlar Muhammed sallallahu aleyhi ve sellem söysələr, o demək deyil, biz İsa aleyhissalamı söyməliyik. Kafirlər neynəsə, o demək deyil, biz də ələ eləməliyik. Ona görə alimlər də deyirlər ki, bu əməliyyatlar ki var, intihar əməliyyatları heç biri İslami deyil. Öz əlhamdülillah bin Baz, Hüseymin, Albani və qeyrilər bunu deyib. Heç biri İslami intihar deyil. Yəni şəhid deyil. Bəziləri Şeyx Albaniyə, rahiməhullah, deyirlər ki, Şeyx Albani icazə verib intihar demək. Şeyx Albani icazə verməyib. Şeyx Albani özü rahiməhullah deyir ki, hal-hazırda ki, bu cür eləyirlər intiharlar. Bunlar heç hamısı intihardır. İstişariyə deyil. Şəhidlik əməliyyatı deyil. İntihar əməliyyatıdır. Gedib avtobusda, metroda və ya küçədə, bazarda özü patlatmaq. Bu İslam deyil. Sadəcə Şeyx Albani rahiməhullah necə deyib başqa bəzi alimlər kimi? O döyüş meydanında. Döyüş meydanında bəzi şərtlərlə. Əgər döyüşün başçısı əmirlədirsə ona. Bəzi hallarda olar. O da döyüş meydanında bəli. Və sənin əməlinlə müsəlmanlar qələbə çalacaq. Böyük bir dəyişiklik olacaq. Lakin bu, o bəzi cavanları anladılar, gör Şeyx Albani deyib, bu Şeyx Albani avtobus üçün, zat üçün deməyib və ya başqa yer üçün. Bazar üçün və s. küçədə. Uşaq ölür, qadın ölür. Bunların qiyamət gün kim cavab verəcək? Ona görə alimlərdən ehtiyatlı olmaq lazım, qardaşlar, allatmasınlar sizi. Və İslam gərək hissiyyatla olmuyor. Emotsana. Sən emotsana qoy qırçın və. Var, əlhamdülillah, şəriyyətimiz
Biz şəriəti qorumalıyıq. Qorumalıyıq və əməlləməliyik və bunu yaymalıyıq. Ona görə bu hal-hazırdakı intiharlar var, onları heç biri İslami deyil, qardaşlar. Onlar intihardır, şəhidlik əməliyyatı deyil, intihar əməliyyatıdır. Bunu İslam'a yazmaq lazım deyil. Ona görə Allah Subhanahu buyuruyor ki: "Və men yaqtul mu'minen muta'ammidan" kim mümini bilə-bilə öldürsə, bilə-bilə fəcəzauhu şibən cəzasına. Fəcəzauhu onun cəzası cəhənnəm 1. Cəhənnəmdir. Xalidən fiyyə 2. Əbədiyyən cəzası. Və qadiballahu aleyhi 3. Allah ona qəzəblənər. Və la'anahu 4. Lənətləyər. Və a'addə lehu azabən azimə 5. Allah Subhanahu ona dəhşətli əzab hazırlayıb. 5 dənə cəza. Cəhənnəm, əbədiyyən, Allahın qəzəbi, lənəti və dəhşətli əzab. Ən-Nisa surəsi 93-cü ayə. Onu ya Allah Subhanahu itaətində ol yine. Özünü qoru, öz nəfsini qoru. Bilginən ki, nəfsin sənə elə belə verilməyib. O da nəfsin də əmanətdir. Sən də öz əzaların üzərində, öz nəfsin üzərində əmirsən, hakimsən. Və öz nəfsin üzərində, öz əzalarınca Allahın hökmünə hökm verginə. Ona görə balacalar ki, deyirlər, kim Allahın hökmünə hökm vermir, kafirdir. Onlar bu məsələ aid ediblər dövlət başçılarına. Xeyr, səhvdir. Hamımızda müəyyən qədər hökm var. Hamımız Allahın hökmünə hökm verməliyik. Hətta İbn Həcm deyir, insan öz əzaların üzərində Allahın hökmünə hökm verməlidir. Bu bir dərə hakimə aid deyil ki, hamımız aiddir. Sən özü çıxartçıyla ki, yox, mənə aid deyil bu. Deyilən ki, ancaq hakimə aiddir, kim Allahın hökmünə hökm vermirsə kafirdir. Bu sənə də aiddir. Hətta İbn-i Teymiyyə deyir ki, rahimullah, sahabələr müttəfiq idilər hamısı ki, hətta uşaqlar arasında xət çəkən var, balacalar arasında. Xət çəkirə oynamaq üçün. Xət çəkən də orada hakimdir. Onu görə anlamaq lazımdır, şuarla gedmək lazımdır, bəzi dəlilləri düzgün təfsir etməklə anlamaq lazımdır, qardaşlar. Bəli, nə baş verir, hamımızı kədərləndirir, lakin çıxış yolu o deyil. Çıxış yolu o deyil. Görürsən, nə qədər insanlar patladı özün. Bir dəyişiklik oldu, xeyr. Əksinə, hələ zərər. Amma İslam deyən o döyüş meydanındadır və ona böyük xeyr olacaq. Ya qələbə, ya da böyük dəyişiklik. Patladılar özlər, bir xeyr olur, əksinə. O İslami şəhadət əməliyyatı deyil, o intihar əməliyyatıdır. Yəni, özünə qəsd. Ona görə o özünü öldürən, patladan, özünə qəsd edən kimi gedir. Şəhadət kimi yox. Şəhadət sayılmır o, şəriətlə. Allah Subhanahu bizə işin faydalardan etsin. Allah Subhanahu bizi fitnədən və əhlindən qorusun. Allah Subhanahu bizi Rasul sallallahu aleyhi ve sellem yolunda sabit etsin. Allah Subhanahu xalqımıza hidayət versin. Allah Subhanahu o müsəlmanlar ki, xəstədirlər. Ya Rabbi, onları şəfa ver. Ya Rabbi, tezliklə məscidlərimizi açılmağına kömək ol. Ya Rabbi, xüsusən də məscidimizi açılmağına kömək ol. Və kimlər məscidləri bağlayır, kimlər mani olur. Ya Rabbi, onları cəzalandır və başqalarına da dərs olsun. Allah Subhanahu bizə işi faydalardan etsin. Aqul həzə və əstəğfirullah li və ləkum və lisəiril muslimin min kulli zənb əstəğfiruhu innehu huvəl ğafurur rahim. Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə əşrafil ənbiya və mürsəlin seyyidina Muhammedin və alə alihi və ashabi əcmain. İbadallah. İnnəllaha ya'muru bil adli və ihsani və ita'i zil qurba və yenhanil fahşai vel munkari vel baghi. Ya'idukum la'allakum tadhakkarun ve li zikrullahi akbar vallahu ya'lamu ma tasna'un ve aqimus salat.